Herkese selam dostlar. Yepyeni bir Brawl Stars videosuyla karşınızdayım. Bu videoda sizlerle birlikte ayrı hesaplarla təxmini 6 dənə ultra kupa kutusu açacağıq və videomuza keçmədən də bu cür videoların davamı üçün kanalıma abunə olmaq və bu videoda like atmağı unutmayın. Və nəysə dostlar, keçək videomuza. Həmişə olduğu kimi də ilk öz ana hesabımla başlayacağım və gələk buradan marketə. Burada və bizdə bir dənə də kaos kutusu var. Və gələk buradan ilk öncə kaos kutumuzu açaq uşaqlar, sonra və destansı. İnşallah ultra kupa kutusundan 30 üstü yazarıq uşaqlar. Bir dənə 30 üstü yazsa çox əla olacaq. Və ilk ultra kupa kutusunu açıram uşaqlar və bastım. Neçə yazdı? Ay ayda. Hayır, film çox. 18 nədir uşaqlar? Bir ultra kupa kutusunu yazabileceği en düşük rəqəm yazdı. Necə yəni? Heç nə çıxmadı. Adam 20'den yukarı yazmalıdır. Məsələn, heç bunu bilmirdim uşaqlar. Heç nə çıxmadı ki. Ayda. Və nəysə dostlar, keçək digər hesabımıza. Və bəli dostlar, gördüyünüz kimi oyunumuz da açıldı. Ayda bir yaxşı hesabdan 18 yazıb heç nə vermədi öz ana hesabıma. Öz ana hesabım həmişə şanssız olub da yəni. Gələ buradan baxa, gələ burada da kaos kutusu var. Aha, burada da kaos kutusu var uşaqlar. İlk öncə kaos kutusunu açaq. Və bir şey çıxmadı. Amma yəni dediyim kimi uşaqlar, bu videonun əsas amacı yəni 6 dənə ultra kupa kutusu açmaqda. Yəni kaos kutuların heç bir aidiyyəti yoxdur. Və gələk buradan. İnşallah bundan nəsə bir şey çıxar uşaqlar və bastım. Və 20 yazdı. Ayda niyə belə düşüş yazır? Bundan heç olmasa nəsə çıxsın ha və 9-da parıldadı. Aha. Nə gəldi? Şerif şöyle nədir? Yıldız şerif. Ayda bir də gəlsin heç olmasa məsələ. Bu nədir uşaqlar? Çox şanssızlıqdır. Heç nə vermədi ki. Bu nəyə lazım ki bu kostüm? Ayda açaq tıkladım ya buna da. Ayda mən niyə buna basmıyım? Və nəysə dostlar, keçək 3-cü hesabımıza. Və bəli dostlar, gördüyünüz kimi oyunumuz da açıldı. Gələk buradan yenə. Ha, burada nə verir? 100 dənə güc puanı. Və burada baxaq görək, burada nə var? Okey. Və gələk buraya yenə market uşaqlar. Bildiyiniz kimi market dəyişilib. Bilmirəm necə deyəm market. Sizin xoşunuza gəldi uşaqlar, onu da yorumlara yazarsınız. Məncə də elə pis deyil, çünki Müzəffərlə çoxlu seyirci ala bilirik. Bu səfər ilk öncə ultra kupa kutusundan başlayacağım. Və inşallah yaxşı bir şey çıxarda bilərik. Bildiyiniz kimi Bytex mənim ən şanslı hesabımdır. Və bastım buna. Neçə yazdı? 18 yazdı. Ən şanslı hesabımızdan heç nə çıxır. Ultra kupa kutularına nəsə olub? Çox şanssızlaşır. Oo! Sanki burada nələr var? Baxa görə bir dənə başqa qaşay təkliflər olar videonun alaqda. O mega kutu təklifi var. Uşaqlar alın bunu. Məncə alım. Alaq bu təklifi. Hər videoda nəsə bir şey alaq da yəni başqa hesablarla. Bunun yanında bir dənə mega kutu verir və bastım. Neçə yazdı? 9 yazdı və ilkdə də bir şey çıxdı elə. Haydi parılda da bir dənə. Nə olar parılda? Ayda niyə belə şanssızlıqdır? Ya bunu açmayacağım. Ya da açmayacağım. Və nəysə dostlar, keçək 4-cü hesabımıza. Və bəli dostlar, gördüyünüz kimi oyunumuz da açıldı. İndi gələk buradan. Burada nə verir? 3 elmas. ana hesabında neçə elmas var? 200 verir. Burada nə verir? Elmasını tezcan karakterin kutusunu açdı. Ya da bu hesapların birində varsa. Ha, bu hesabların hansı birində?
olmalıdır məncə. Gələk buradan bura və Çepravlalivi. Və buradan da Ultra Kupa kutusuna bastım uşaqlar. Haydi bir şey çıxsın bundan. Haydi bir şey. Bundan çıxsın. 32 yazdı. Oha uşaqlar. Bilirdim hansısa video belə şanslı olacaq uşaqlar. Bilirdim. Hansısa videonun belə olacağını bilirdim. Hansı hesabın. Efsanevi savaşçı verirdi 32 yazanda. Mecha kostüm. Yes. Ayda 23'də parladı. Haydi bastım. Bu nədir? Məndə var. Məndə yox. Oy, şövalye Belle. Yeni gizemli kostümdür özü. Phoenix karakteri çıxdı. Yoxsa vermişdi. Mecha Phoenix. Dedimmi bir dənə mecha kostüm çıxır. Və Mecha Phoenix çıxdı uşaqlar. Əladır, super. Super gedir uşaqlar hələ ki. Baytek'ten sonra en şanslı hesap budur. Dans hesabdır ki. Hələ kaos kutumuz da var. Desin, haydi. Ay ay ay, efsanevi olmadı. Nasıl sıksın? 5 altın heç olmaz. Buradan 1000 altınımızı da alaq və bax burada nəsə taş var 49 ayda. Burada nəsə gəlib buna. Haydi bir şanslı nəsə olsun burada. Oyuncu simgesi. Oha, bu oyuncu simgesi. Arsana. Kreator oyuncu simgesi. Ya şanslı hesap Aa, mən onu almalıyam. Prosto pes ama yox. Bunu. Ay heç mi inanmıram, heç nə yox uşaqlar. Və nəysə dostlar, keçək 5-ci hesabımıza. Və bəli dostlar, gördüyünüz kimi 5-ci hesabımız da açıldı. 4-cü hesabımız bayağı şanslı idi ya, 32 yazdı. Burada şey də var. Aşamalıdan 400 tane verir. Daha əvvəl yox. 1200 verir, nə olar? Heç nə vermədi. Olmayabilir ki elə. Kazansan geç. Ayda en azından bir maç girməliyik də yəqin. 73 taş. Oo, bu hesabda açacağıq hələ var. Oy, neçə var bunda? Bu səfər indi də yenə kaos kutusundan açılır. Ayda Super Ender nə deyim? 30 şey çıxdı Super Enderdən də. Haydi bir yaxşı bir şey yaz. 18 nə deyim? 3 dənə düz rekord turduq. 3 dəfə 18 yazdırdıq bu videoda. Ay, o bir hesabda 34 yazsa çox zor olar. Seyasta. Ha. Uşaqlar, yeni gələn karakterin kutusunu açacağım indi. Damin. Oo. Burada 59'adır, burada şey. Niyə belədir? Hamı onsuz indirimli alar da yəni ki. Estağfurullah və bastım. 7 yazdı. Mən 7 yazıb karakterin özü çıxmışdı. Cici çıxmışdı. Və neysə dostlar, keçək sonuncu hesabımıza. Və bəli dostlar, gördüyünüz kimi sonuncu maçımız da açıldı. Neçə taş var? 67 taş var. 80 taş. Ayda 67. Ultra Kupa kutusundan mı çıxası hələ? 59 hatta söylerim. 59'a çaşmış. Gələk buradan nələr var, burada nələr. X-Fin alaq. Bu səfər ilk öncə Ultra Kupa kutusundan başlayacağım. On 8 nədir? Ayda heç nə çıxmır. Parılda. Ayda 18'də parıldı. 70 elmasımız var. Hələ bu da var. Ayda Super Ender nə deyib bir şey çıxdı. 4100 şeyim var da. Oha, burada Nasıl gəlibdi? 4100'e nə olur orada?
Oy. Ay 4200. Ayda mən Neçə üçün elmas heç nə istədik? yoxdur. Neçə elmas istəyirsiniz? Baş burada nəyini atmışam? Bu qəşəydi 3 star neçə silmə. Elə mədə. Ondan sonra gələk burada Damini qutusunu açaq. Damini. Damyan. Və yenə bunu açırıq. İnşallah bundan neçəsə yazar yaxşı bir şey və evətə bastım. Haydi bir şey çıxsın da. Və yenə 7 yazayım. Üstə paralı gəzək. Haydi paralan. Oo! Akif alın da. 11 elmas. Oy oy oy. Və Grip neydi? Grip də xeyirli uğurlu olsun uşaqlar bu hesabımıza. 12-ci destansımızdır. Və yeni bir efsanevi savaşçı açılıyor. Oy oy oy. Oyunun ən köhnə üçlüsü. Krov. Məncə. Krov ya. Ya Spike ya Leon ya da Krov. Mən Leoncuyam uşaqlar. Yəni güclüyə görə demirəm, mən Leoncuyam. Yəni Leonu seçəcəm. Burada nə verir bizə? PSG şeli. Ailə bildim şeyimiz var. Və neysə dostlar, bir videonun daha sonuna gəlirik. Bu cür Brawl Stars videonun davamı üçün kanalıma abunə olmaq və bu videoda like atmağı unutmayın. Və neysə dostlar, gələn videolarda görüşənədək.